Yığılan vəsaiti bir dənə göstər. 1572 manat vəsait yığdıq. 1572 manat. İndi istəyirik ki, sizlərdən bir dənə köməkləşən, birləşən. Bunun müəyyən bu borcları var, aparatın borcu var. Onu bir dənə köməkləşək. Qardaşlıq eləyək, analıq eləyək, bacılıq eləyək, köməklik eləyək, o borcları bağlayaq. 1000, 1100, 1200, 1250 manat. Buyur ana, 1250 manatı xahiş edirəm. Buyur. Gözəl insanlar. Hər birimizin evimizdə balamız var. Allah heç bir evə xəstə nəsib etməsin. Allah bütün evlərdə əgər xəstəsi olan varsa, Allah Taala şəfasını versin. Tunar balamız dünyaya gələndən elə bir dünyada yox kimi bir uşaqdır da. Yəni nə eşitmir, nə görmür, nə danışa bilmir, nə yeriyə bilmir. Yəni neçə yaş var ana? 9. Yusuf balamız böyrək çatışmazlıqdan, böyrək dializindən əziyyət çəkir. Hal-hazırda əməliyyat olunub böyrək dəyişilməlidir, amma ona qədər müalicələrə ehtiyacı var. Müalicələr də böyük vəsait tələb edir. Sizlərdən bir dənə xahişim var. Balamızı TikTok üzərindən bizə müraciət eləyərək vəziyyətinin pis, acınacaqlı durumda olmasını bildirdi. Biz də gəldik, gördük, şahidi olduq. Borcları var. Hal-hazırda yoldaşı yoxdur, atıb gedib. 4 dənə qız övladı var. Gəlin bu körpə bağlara əmlik, daylıq, analıq, atalıq, qardaşlıq, bacılıq eləyəyim, xahiş edirəm.